Herkese salam dostlar, yepyeni bir video ile karşınızdayım. Bu videoda sizlerle birlikte ayrı hesaplardan təxmini 7 dənə ultra kupa kutusu açacağıq. Və videomuza keçmədən də bu cür videonun davamı üçün kanalıma abunə olmağı və bu videoda like atmağı unutmayın. Və indi isə gələk marketdən bizə verən ücretsiz ultra kupa kutumuzu alaq. Adidas şampiyonu burada bir dənə bizə ünvan da verdi. Adidas şampiyonu ünvanı. Və indi isə gərək buradan ultra kupa kutumuzu açmağa. Və ilk hesab ana hesabımla başladım. Ya Allah, inşallah yaxşı bir şey çıxar da bilər ki ana hesabımıza və bastım. 21 yazdı. Həmişə olduğu kimi ana hesabımız çox şanssızdır. Amma nəsə verəcək. Baxaq görək nə verdi. Tara'nın bir kostümü verdi, amma məndə Tara'nın qəşəng bir dənə kostümü var idi. Heç ehtiyac yox idi Supercell. Başqa nəsə verə bilərdim. Neçə vaxt ki ana hesabıma ultra kupa kutularından nəsə çıxmır uşaqlar. Bir də uşaqlar son videoya istədiyimdən çox like atmışsınız. 10 like istədim. Siz 80 like atdınız. Hər birinizə təşəkkürlər edirəm. Və bu videoda əgər 20 like atsaz çox sevinərəm. Bu serinin davamı da gələr, kutu açılımı yəni. Və nəysə dostlar, keçək ikinci hesabımıza. Və bəli dostlar, gördüyünüz kimi də ikinci hesabımız da açıldı. İndi isə gələk marketdən ultra kupa kutumuza. Burada da bayağı bir hədiyyələr verir, amma əsas ultra kupa kutusudur bizə vacib olan. İnşallah bu hesabdan nəsə yaxşı bir şey çıxarda bilərik. Deyirəm və kutuya bastım. Da kutu ekrana hələ gəlməyib. Və aha, gəldi. Və bastım. Neçə yazdı? 21 yazdı uşaqlar. Bayağı bir şanssızlaşıb dediyim kimi ultra kupa kutuları, amma nəsə çıxacaq məncə. Daha doğrusu çıxmalıdır və Poco'nun 149 taşlıq bu nədir? Adı nədir bunun? Serenatçı Poco çıxdı. Nəysə, davam edək və 2 hesabda hələ 2-də 0 gedirik. Hələ heç yaxşı bir şey çıxarda bilməmişik. Amma inanıram ki, hələ qarşıda 5 hesabımız var. Onlardan yaxşı bir şey çıxarda bilərik deyirəm. Və nəysə dostlar, keçək 3-cü hesabımıza. Və bəli dostlar, gördüyünüz kimi 3-cü hesabımız da açıldı. Burada Mega Crow var imiş. Gələk yenə həmişə olduğu kimi marketimizdən ultra kupa kutumuzu alaq. Bu hesab bildiyiniz kimi uşaqlar mənim ən şanslı hesabımdır. İnşallah bundan nəsə yaxşı bir şey çıxarda bilərik. Bir də sunucuda nəsə gecikmə var. Bilmirəm oyunda çox adam varmı, ona görə demir. 34 yazdı. Oha! Dediyim kimi ən şanslı hesabım idi bu mənim. Əla. Oha, 34 yazdı. Bir dənə mega kostüm gəlir uşaqlar. Mega kostüm yoldadır. Görək nə çıxacaq. Və. Oho, 199 taşlıq kostüm. Mintor bu. Qəşəng elə davamı da var. Seç bunu şimdi. Və oha! 300 taşlıq efsanevi kostüm. Buz kraliçesi Amber. Oha da uşaqlar, nələr çıxartdıq. Ən şanslı hesabımız. Hələ bir dəfə də var. Və bu nədir? Oy, yeni destansı kostümümüz də çıxdı uşaqlar. Kara Melekləri və Lori. Çox əla kutu açılımı oldu uşaqlar. Bu videoyu sona qədər izləməyi unutmayın uşaqlar. Çox maraqlı olacaq bu. 34 yazdı. Oha. Oha. Bu hesab həqiqətən çox şanslı oldu uşaqlar. Bir dənə bura baxaq, bir dənə. Nələr çıxartdıq. Bu var imiş burada. Buz kraliçesi Amber çıxartdıq. Sonra başqa hansını çıxartdıq? Lari və Lori'yə əla bir dənə kostüm çıxartdıq. Lari və Lori hanı? Oha, neynədir uşaqlar? Çox əla. Lari və Lori hanı abi? Aha, buradadır. Baxın bir yanına, Lari və Lori'nin əla kostümüdür. Çox bəyənirəm. Bu da var, bu da var. Bir də bunlardan hansını kuşanmışalar? Bu da qəşəkdir.
Bu da qəşəngdir. Amma məncə bu qalsın. Bu hələ yeni çıxıb da. Baxaq görək necədir. Bir də kim çıxmışdı yadımda deyil amma. Heç o da qalsın uşaqlar. Və nə isə uşaqlar söz uzatmadan keçək 4-cü hesabımıza. Və bəli dostlar, gördüyünüz kimi 4-cü hesabımız da açıldı. Yox ki, hesabda nələr oldu elə uşaqlar? 34 yazdı. 34. Ultra kupa qutusu məncə yaza biləcəyi ən çox rəqəm 34-dür. Mən elə düşünürəm çünki daha çoxunu görməmişəm. Və buz kroatsiyası anmır çıxış. Uşaqlar biz bu arada bir də hansı videolar gəlsin onu da yorumlara yazmağı unutmayın. Və bastım, inşallah bundan nəsə çıxar. 21 yazdı. Bu videoda 3 dənə 21 yazdırmış uşaqlar. Bir dənə də 34. Bir də uşaqlar bu kutulardan kimlərə nə çıxıb onu da yorumlara yazmağı unutmayın. Və bir yeni 149 taşlıq, yəni destansı kostyumumuzda bu hesabımıza çıxdı. Nə qədər şey gəldi mücəffər. Bunları da almıram çünki oyun bayağı bir kasır. Və neysə dostlar, keçək 5-ci hesabımıza. Və bəli dostlar, gördüyünüz kimi oyunumuz da açıldı. Yenə gələk həmən kimi marketdən ultra kupa kutumuzu açaq. Gəldik ən sağda. Və tıkladım ultra kupa kutusuna. İndi isə ekrana gələcək. Biraz sunuzda gecikmə var. Ona görə biraz gec gələ bilər, amma heç nə olmaz. Əsas odur içindən yaxşı bir şeylər çıxsın. Və bastım. Yenə 21 yaz uşaqlar. Bu 21 bugün bizdən əl çəkmədi, amma ən azından yəni destans kostyum verir. Yenə o yaxşıdır. Və buradan da yıldız pokonu çıxartdı uşaqlar. Gələ indi. Gördüğünüz kimi aldıqlarımız da bunlardır. Bayağı bir mücəffər verir bu arada uşaqlar. Ultra kupa kutusu. Və neysə dostlar, keçək 6-cı hesabımıza. Və bəli dostlar, gördüyünüz kimi 6-cı hesabımız da açıldı. Bundan sonra son bir hesabımız qalır. Və yenə gələk marketdən ən sağa və buradan da ultra kupa kutusuna tıklayıram. Dediyim kimi biraz gec gəlir ekrana. 2-3 saniyə çəkir bu gəlməyi. Aha, gəldi. İnşallah bundan nəsə yaxşı bir şey çıxar uşaqlar. Bunu açmadan öncə kanalıma abunə olmağı və videoyu da like atmağı unutmayın dedim və bastım. Neçə yazdı? 21 yazdı. Amma əsas odur ki bir dənə 34 yazdırmışıq və nə çıxdı? Roskbay nədir? Roskbli, aha. Roskbli mor çıxdı. Bu destans kostyum olduğunu bilmirdim. Süper Ender kostyum olduğunu bilirdim. Amma yanılırmış. Gələk buradan. Bu hesabda da 21 yazdı. Və neysə dostlar, söz uzatmadan keçək sonuncu hesabımıza. Və bəli dostlar, gördüyünüz kimi sonuncu matımız da açıldı. Matımız neydi lan? Gələk buradan ultra kupa kutusunu açaq və İnşallah sonuncu hesabdan nəsə yaxşı bir şey çıxar da bilərik. Və bastım, ya Allah. 21 nədir uşaqlar? Bu videoda ancaq 21 yazdı. Bir dənə 34 yazdıra bildi. O da şansımız, ən şanslı hesabımızın ən şansını istəyək də, yəni bütün şansı işlənildi hesabın. Nə çıxdı? Akuma 1'in Sprout. Yaxşı bir kostyumdur. Bu da destansı kostyumdur. 21 yazanda demək ki, ancaq destansı kostyumlar çıxa bilir uşaqlar. Və bu da sonuncu hesabımızdan aldıqlarımız. Və neysə dostlar, bir videonun daha sonuna gəlirik. Bu cür videonun davamı üçün kanalıma abunə olmağı və bu videoda like atmağı unutmayın. Və neysə dostlar, gələn videolarda görüşənədək.